Herkese salam dostlar. Bugün sizə Wi-Fi kameraları ICC proqramında necə quraşdırmaq olar onu izahlayacağım. Deməli bu ICC proqramına daxil oluruq. Proqrama daxil olandan sonra burada iCloud və ya Gmail ilə qeydiyyatdan keçəndən sonra sizə belə bir səhifə gələcək. Belə bir səhifə gələndə üstə işarəsini basıb ortada da var. İkinci kameranı əlavə eləmək istəsəz sağdan üstün də üstə işarəsini basıb davam edə bilərsiniz. Üstə işarəsini basandan sonra tamam düyməsini bastıq və burada Wi-Fi kamera sözü var. Ən rahat qoşma üsulu budur. QR kod varsa kameranın üzərində oxutmaq üçün buradan da qoşa bilərsiniz. Bu da 4G dəstəkləyəndir, yəni SIM kartla işləyən Wi-Fi kameralara aiddir. Deməli biz Wi-Fi kamera ilə davam edirik. Səsli uyarı duydum. Yəni burada Wi-Fi kameranı artıq mən toka taxmışam. Cihaz aktiv olduğuna görə mən səsli uyarını duydum eləyirəm. Davam elədim. Və burada sizə Wi-Fi-nin adı və şifrəsi gələcək. Wi-Fi-nin adını, şifrəsini düzgün yazandan sonra üstdə Wi-Fi-nin adını yazırsınız, aşağıda da Wi-Fi-nin şifrəsini yazırsınız və yenə davam edirsiniz. Davama basandan sonra QR kod gəlir ekrana. Bu QR kodu kameranın gözünü tutub oxudursunuz QR koda. Bu şəkildə tutursunuz. Hardasa bir burada görsədir 15-20 cm məsafədən tutursunuz. Hətta 25-30 cm də ola bilər. Əgər QR kod oxumasa, siz buradan reset edə bilərsiniz. Burada reset düyməsi var. İynə ilə də basa bilərsiniz. Belə də düyməyə basandan sonra 15 saniyə basıb saxlayacaqsınız bunun üstündəki reset düyməsinə. Wait to be configured. Gördüyünüz kimi qoşuldu. Burada da kameraya ad qoyursunuz. İstədiyiniz bir adı qoya bilərsiniz. Davam edirəm mən. Və gördüyünüz kimi cihaz belə açılır, belə səhifə gəlir. Buradan da cihazın ayarları, nastroykasını girə bilərsiniz. Burada kayıt ayarları var. Bu kayıt ayarlarına girəndə siz burada həm HD, həm də SD moduna qoya bilərsiniz. Əgər kart taxmısınızsa, daha az yer tutması üçün yaddaşda SD moduna qoymanız daha məsləhətlidir. Və bu ayarların dilini dəyişdirmək istəyirsinizsə, telefonun dilini əvvəlcədən nə dildə qoysanız, buradakı ayarlar da o dildə olacaq. Ancaq Azərbaycan dilində olsa telefon, avtomatik bura ingilis dilində keçəcək. Siz ona görə telefonun, cihazın dilini rusca qoysanız, burada rusca olacaq və ya türkçə qoysanız, bu səhifələri türk dilində oxuya bilərsiniz. Məni izlədiyiniz üçün təşəkkür edirəm. Daha çox belə videoların gəlməyi istəyirsə, kanalı like atıb abunə olmağı unutmayın.